Doğru addımların atılmasına baxmayaraq, insan kədər hiss edə bilər və keçmişi üçün darıxa bilər. Yəni bunlar doğru addımı zidd deyillər. Ən çox da bu məhz boşanmada olan böyük ailə sıxıntılarından sonra ayrılmağa qərar vermiş insanlarda görürük, rast gəlirik və burada önəmli məqam nədir? Yəni insanın bir münasibətin pisləşməsinə əlbəttə ki, dağılmasına sevinməyi deyil. Yəni insanın bir dırnaqarası desək qəlbi varsa, o bundan pis olmalıdır. Amma məntiq, ağıl qaydaları əgər deyirsə, bu ailə artıq bitib, yəni ailədə davamlı zorakılıq, təhqir, tənqid, narkotik istifadəsi, borclar, xərclər, spirtli içki istifadəsi və bənzər məqamlar varsa və cütlüklər bir yerdə bunu aradan qaldırmaq istəmirsə, bu ailə zatən bitib.